Məlum olduğu kimi fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı ildə başa çatır. Yenavaz.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bundan irəli gələrək sosial sığorta haqqında qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, mövcud qanuna əsasən fərdi sahibkarlar özünə görə minimum aylıq əmək haqqının tikinti sahəsində 50%, digər sahələrdə 25% miqdarda sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir. Vergi Xidmətindən bildirilir ki, sosial sığorta haqqında qanuna təklif edilən dəyişikliyə əsasən fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15%, yəni 60 manat, maksimum məbləğ isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək. Məlumat üçün onu da bildirək ki, qanunvericiliyə edilən təklif qəbul olunarsa, aylıq dövriyyəsi çox olan fərdi sahibkarlar daha çox sosial sığorta haqqı ödəyəcəklər. Məsələn, mövcud qanuna əsasən hazırda Bakı şəhərində xidmət sektorunda fəaliyyət göstərən və aylıq dövriyyəsi 20 min manat olan fərdi sahibkarların aylıq sosial sığorta ödənişi 100 manata bərabərdir. Ancaq təklif olunan dəyişiklik qəbul olunduqdan sonra aylıq dövriyyəsi 20 min manat olan fərdi sahibkar ayda 400 manat ödəməli olacaq.